Salam dəyərli şagirdlər və müdavimlər. Bugünkü mövzumuz Cəlil Məmmədquluzadənin Anamın kitabı əsəridir. Gəlin birbaşa əsərin təhlilinə başlayaq. Çünki bu əsərə testlərə kifayət qədər suallar düşür. Deməli, ilk olaraq əsərimizin forma xüsusiyyəti haqqında bunu bilməliyik ki, əsərimiz tragikomediyadır. Yəni, əsərimizdə həm komedik, həm faciəvi, həm də dramatik məsələlər var və təhlildə biz bunun şahidi olacağıq. Əsərin orijinaldan oxusa, sizin üçün bir kifayət qədər çətinlik yaradan məqamlar olacaq. Çünki əsərin dili müəyyən qədər başa düşülməz formadadır. Bu əsərin məzmunundan irəli gəlir, obrazların danışıq tərzindən irəli gəlir. Ona görə də düşündüm ki, bu təhlillə sadə formada biz bunu başa düşə bilərik. Deməli, əsərimiz məclislər formasındadır. Yəni, dramatik növdə yazıldığı üçün həmin məclislər formasına davam edəcək ki, siz daha yaxşı anlayasınız. Hadisələr birinci məclisdən başlayır. Deməli, 1912-ci illər civarına düşür. Orada təbii ki, hicri qəməri tarixlə verilib, amma miladi tarixlə 1912-ci illər civarında baş verir hadisələrimiz. Deməli, burada bizim əsərimizdə bir ana obrazımız var. Bu ana obrazımızın oğulları var. 3 dənə oğlu var, bir qızı var. Olanları Rüstəm bəydir, Məhəmməd Əlidir, bir də Səməd Vahiddir. Qızı isə Gülbahardır. Və məsələ burasındadır ki, hamısı təhsil var. Yəni, Gülbaharın da təhsili var, bunu bilək. Yəni, Gülbahar təhsilsiz deyil. Və məsələ burasındadır ki, bu olanların hər biri atası Əbdüləzimin istəyi ilə müxtəlif ölkələrə oxumağa gediblər. Məsələn, Rüstəm bəy Rusiyaya gedib, Səməd Vahid Türkiyəyə gedib, Mirzə Məhəmməd Əli də İranda oxuyub. Və atası istəyir ki, bunlar oxusunlar, gəlsinlər, bu elmlə vətənlərinə fayda versinlər. Amma bu qardaşlar oxuyandan sonra hansı ölkədə oxuyublarsa, həmin ölkənin düşüncə tərzindən yaşamağa başlayıblar və vətəndən uzaq düşüblər bu formada. Yəni, vətənlərində yaşasalar belə, məsələ burasındadır ki, o vətən düşüncəsi bunların qəlbində yoxdur. Amma Gülbahar qızı elə deyil. Gülbahar çox vətənpərvər qızdır, anasının yanında olan qızdır. Bir də biz bunu bilməliyik ki, bu qardaşlar özləri belə öz aralarında yola getmir. Bunun da əsas səbəbi onların düşüncə tərzidir. Yəni, hər birinin ayrı bir millətin düşüncə tərzini üzərlərində daşımasıdır. İndi təhlildən də sizə aydın olacaq. Yəni, təməl olaraq bilək ki, söhbət qardaşlar haqqında gedir. Deməli, Rüstəm bəy böyük qardaşdır və dediyimiz kimi Rusiyada təhsil alan Rüstəm bəydir. Öz kabinetində oturub, kitab oxuyur, məqsədi də lüğət yazmaqdır. Yəni, çox ciddi işlə məşğul olmur əslində. Sadəcə fikrini qatmaq üçün lüğət hazırlayır, orada sözlərin təhlilini verir. Və o kitab oxuyan əsnada anası gəlir, anasının da adı Zəhrabəyim anadır, yəni həmin ana obrazımızdır. Zəhrabəyim ana gəlir, Rüstəm məşğul olduğu üçün anasının kobud rəftar edir. Ananın da sözü var təbii ki, oğluna deməyə, qızını evləndirmək istəyir. Yəni, bunu qardaşlarla, olanları ilə məsləhətləşmək istəyir deyə. Amma Rüstəm bəy ananı ciddiyə almadığı üçün ana gedir. Və Mirzə Həsən girir içəri. Mirzə Həsən Rüstəm bəydən balacadır təbii ki, yaşda. Mirzə Həsən girir içəri və Mirzə Həsən Rüstəm bəyə lüğət yazmalı kömək edən obrazımızdır. Və bunlar bir yerdə lüğət yazmağa davam edirlər. Daha sonra Rüstəm bəyin arvadı var, Zivər xanım. Zivər xanım, deməli, Rüstəm bəy Rusiyada oxuduğu üçün Zivər xanım da Rus təbiətli bir qadındır. Bircə dəqiqə biz burada deməli. Zivər xanım dediyimiz kimi Rus təbiətli bir qadındır və ana dilinə danışmağı bilmir sərbəst. Yəni, Rusca danışdığı üçün biz bunun Azərbaycan dilində danışanda onsuz da anlamırıq. Açıq-saçıq, sinəsi qolları açıq formada geyinir və gəlir Rüstəm bəyin yanına, telefonla danışır. Telefonla danışdığı xanım da Səlimə xanımdır. Səlimə xanım bugün onlara gələcəklər və ona görə telefonla danışandan sonra Rüstəm bəyə deyir ki, biletləri bugün paylamalıyıq və sabah burada Cəmiyyət-i Xeyriyyənin iclası olacaq. Cəmiyyət-i Xeyriyyə nə? Yəni, cəmiyyət üçün xeyirli məsələlər burada müzakirə olunur və hər il burada iclas olduğu üçün bu iki iclas da Rüstəm bəygilin evində olacaq. Yəni, sırayla olur iclasların vaxtları. İclasın sədri də Rüstəm bəydir. İndi biz fikirləşirik ki, ola bilsin ki, Rüstəm bəy cəmiyyətin xeyrini düşünür deyə. Yəni, bunlar cəmiyyət üçün faydalı iş görəcəklər, amma əsərin gedişatında bu məsələ bizə məlum olacaq. İndi Zivər xanım da gələndən sonra həmin əsnada Məhəmməd Əli gəlir içəri. Məhəmməd Əli kimdir? İranda oxuyan qardaşdır və bunun da ləhcəsindən, yəni fars dilinə aid sözlər özünü daha çox göstərir. İran düşüncəsi ilə yaşayır, yəni dil düşüncənin insanıdır. Həmin əsnada da Məhəmməd Əli gələndə də Rüstəm bəygil almazın xüsusiyyətlərindən, yəni almaz adlı maddənin xüsusiyyətlərindən danışırlar, yəni onu lüğətə yazırlar və onlar düşünürlər ki, almaz ən bərk maddədir.
Məhəmmədəli isə gəlir görür ki, bunlar almazın ən bərk maddə olduğunu müzakirə edirlər. Buna reaksiya verir və deyir ki, əslində biz buna dini cəhətdən də yanaşmalıyıq və şərq elmləri oxumağı məsləhət görürəm sizə ki, siz görəsiniz ki, ən bərk olan şey həqiqətən almaz deyil. Onlar soruşurlar ki, o zaman ən bərk olan şey nədir? Məhəmmədəli 10 dənə şey sadalamağa qabaqcadan söz verir onlara və başlayır sadalamağa. Məhəmmədəlinin fikrincə ən bərk olan şey birincisi daşdır. Amma sonra deyir ki, daşdan da bərk olan şey dəmirdir. Çünki daşla dəmiri vuranda, təbii ki, dəmir möhkəm olduğu üçün daş sınır. Dəmirdən bərk olan şey oddur, çünki dəmiri əridir. Oddan bərk olan şey sudur, su çünki odu söndürür. Sudan bərk olan şey buluddur, çünki bulud vasitəsilə yağış yağır. Buluddan bərk olan şey yeldir, çünki yel, yəni külək buludları məsələn hərəkət elətdirir. Yeldən bərk olan şey mələkdir, çünki mələklər buludlara, məsələn, mələklər yelin əsməsinə fərman verirlər. Mələkdən də bərk olan şey mələkul mövtdür, yəni mələklər aləmidir ki, mələklər ora tabedirlər. Ondan da bərk olan şey ölümdür. Ölümü deyəndə artıq qəzəblənir, çünki bunu sadaladığı müddətcə də Rüstəm bəylə Mirzə Həsən buna gülürdülər və onların gülməsi, onu lağa qoyması Məhəmmədəliyə pis təsir edir. Əslində Məhəmmədəlinin sadaladığı bu şeylər də fanatik düşüncə tərzidir və əslində İslamda belə bir anlayış yox idi. Sadəcə Məhəmmədəli fanatik bir dindar idi və belə şeylərə də inanırdı həqiqətən də. Ona görə də onların onu məsxərəyə qoyması Məhəmmədəliyə çox pis təsir eləyir. Davamında Səməd Vahid də ora gəlir. Səməd Vahid kiçik qardaşdır, Türkiyədə təhsil alıb və əsas işi şeir yazmaqdır, şairdir özü də və türkpərəstdir. Və bu da danışanda ləhcəsində türk dilinə aid ifadələr daha çox işlənilir. Yəni onu da çox elə aydın başa düşünmək olmur. İndi bu üç qardaş da burada olanda Zəhra bəyim ana nə qədər onlarla danışmaq istəsə də, onlar anaya şərait yaratmırlar. Elə öz müzakirə və mübahisəsi ilə məşğul olurlar. Nəhayət ana fikrini deməyə nail olur və Məhəmmədəli deyir ki, Məhəmmədəli, yəni sən baxma da, dindar adamsan. Gülbaharı evləndirmək lazımdır. Məhəmmədəli də deyir ki, nə eyirsiniz eləyin də. Həmin əsnada Rüstəm bəy bu Gülbaharın evlilik məsələsində demokratik fikrini bildirir. Burada demokratikin niyə dırnaq içində yazmışıq? Çünki Rusiyada təhsil almışdı deyə müasir Avropa düşüncəsində güya ki meyilli idi. O da fikirləşir, deyirdi ki, Gülbahar artıq yetkin qızdır, kimlə istəsə onunla evlənsin. Bu onun demokratik fikridir. Amma bundan sonra yenə öz fikrini yeritməyə çalışır. Deyir ki, mənim fikrimə görə Gülbaharı Aslan bəylə evləndirək. Aslan bəy kimdir? Rüstəm bəyin dostudur. Özü də bir sıra yerlərə təhsil alıb, indi mal həkimi olmaq istəyir. Bunu ki deyəndən sonra qardaşlar da müdaxilə edirlər. Hansı ki Məhəmmədəli ciddi fikir yoxdur. İndi Məhəmmədəli də deyir ki, yox, Gülbaharı Mirzə Baxşəliyə vermək lazımdır. Baxşəli də din müəllimidir, Mirzə Məhəmmədəlinin dostudur. Səməd Vahid də boş qalmır, o da deyir ki, yox, Hüseyn Şahidlə evləndirmək lazımdır bacımızı. Hüseyn Şahid də ədəbiyyat dərsi müəllimidir, elə Səməd Vahidin ağlında biridir, gənc şairdir. İndi hərəsi Gülbahar üçün müxtəlif adamlar deyirlər, sonra Gülbahardan fikir soruşulur. Gülbahar isə deyir ki, mən bu adamların heç birini tanımıram. Razı olduğum adamlarda həmişə qardaşlarım bəyənməyiblər. Yəni həmişə də bu mövzuda qardaşlar arasında fikir ayrılığı düşüb. Elə bu səbəbdən ki, Gülbahar məsələn indiyə qədər evlənməyib. Ona görə də həmin əsnada da Rüstəm bəy deyir ki, onda sabah Cəmiyyəti Xeyriyyənin iclasıdır. Gülbahar gələr ora, dediyimiz adamları görər. Çünki bu adamlar da o iclasda iştirak edəcəklər. İndi hansını bəyənsə bəyənər də. Həmin əsnada Teymur bəy gəlir. Teymur bəy kimdir? O Cəmiyyəti Xeyriyyədə dəftərdardır. Yəni o Cəmiyyəti Xeyriyyə işlərinə baxır. Rüstəm bəy ilə görüşür Teymur bəy və Zivər xanımla məsələn görüşəndə bu təmas məsələləri olur, əlindən öpür və s. Sizcə bu daha çox kimə pis təsir edəcək? Fanatik aralarında Mirzə Məhəmmədəli olduğu üçün ona təsir edəcək. Və ondan sonra Qəmbərlə Qurban gəlir. Qəmbər kimdir ümumiyyətlə? Qəmbər o Rüstəm bəyin mal-qarasına baxan adamdır. Yəni onların başında təsərrüfatı idarə edən, nizamlayan adamdır. Qurban Zaman adlı obrazlarımızda çobanlardır. Və Qəmbər gəlmə səbəbi burasındadır ki, Rüstəm bəy deyir ki, qoyunlara qızdırma düşüb orada Kövşəndə. Və Rüstəm bəy ona deyir ki, ay Qəmbər, sabah Cəmiyyəti Xeyriyyənin iclasıdır, orada mal həkimimiz olacaq və gələrsən həmin mal həkimindən soruşarsan dərdini. Deməli, dediyimiz ki, Məhəmmədəli Zivər xanımın açıq geyinməsinə görə Rüstəmi danlayır, zamanın dəyişdiyini düşünür və qəzəblənib gedir. Səməd Vahid də orada Rüstəm bəy deyir ki, qaqaş, sən əgər lüğət yazırsansa, mən də bir dənə şeir deyim, at ora. Rüstəm bəy deyir ki, də görüm anlaşıqlı bir şey deyirsənmi? Həmin ərəfədə də Səməd Vahid Faustdan bir şeir deyir.
Və o şeir zaten anlaşıqlı olmur. Rüstəm bəy də necə deyirlər, loru dildirsə başını buraxır söhbətin. Burada testə düşən məqam burasındadır ki, Səməd Vahidin dediyi şeir Faustdan düşür. Test məsələn bəzən deyir ki, Səməd Vahid o şeirin müəllifi idi. Yanlışdır. Səməd Vahid o şeirin müəllifi deyil, sadəcə Faustdan bir əsərin tərcüməsini deyir. Yəni Səməd Vahidin əlaqəsi yoxdur o şeirin. Onlar çıxıb gedirlər, yenə də ananın fikirləri, qərarları ortalıqda qalır, anaya fikir verən olmur. İndi burada biz ardıcıllığı bilmək üçün mən sizə belə bir xronoloji ardıcıllıq yazmışam. Kimlərin ardıcıl gəlməsi. Deməli, birinci kim nə edirdi? Rüstəm bəy idi, kitab oxuyurdu, anası gəldi, anasına etina eləmədi. Mirzə Həsən gəldi, lüğət yazmağa başladılar. Zivər xanım gəldi, orada Zivər xanım təbii ki, Cəmiyyət-i Xeyriyyənin iclası olması məsələsini biz Zivər xanım gəlişi ilə öyrənirik. Məhəmməd Əli gəlir, daha sonra ana evlilik məsələsini ortaya salır. Sonra Gülbahar mövzusu haqqında müzakirə başlayır. Daha sonra Teymur bəy gəlir. Sonda da bu hissənin sonunda Səməd bəy Faustdan şeir deyir və birinci hissəmiz burada tamamlanır. Gəlir ikinci məclisimizə. İkinci məclis artıq əsərdə kitabda olan hissə yox, orijinaldan düşən hissədir. Burada diqqətli olmaq lazımdır. Yəni dərsdə bu hissə qeyd olunmayıb. İkinci məclis artıq Cəmiyyət-i Xeyriyyə məclisidir. Rüstəm bəy zalda əyləşiblər və iştirak edənlər kimlərdir? Bunları tanımalıyıq. Rüstəm bəy sədrdir, yəni Cəmiyyət-i Xeyriyyənin tam olaraq Rüstəm bəy baxır. Zivər xanım onun sağ tərəfində, Teymur bəy isə dəftərdar sol tərəfdə əyləşib. Mirzə Zeynal da orada iştirak edir. Bax, burada Mirzə Zeynala fikir verir, çünki bizim millətpərəst obrazımız sırf millətpərəst Mirzə Zeynaldır. Səlmə xanım müəllimədir, digər əyləşənlər də Aslan bəy, İsmail ağa, Münəvvər xanım, Səməd Vahid, Hüseyn Şahid. Bir də o Səməd Vahidin şagirdi var, Fəslidir, yəni Fəsl Türk papağına deyirlər, orada oturub. Diz üstə əyləşənlər isə Mirzə Məhəmməd Əli, Mirzə Baxşəli, bir də onların şagirdi Bürklü, yəni Molla papağını başına taxmış uşaq var. Müəllif də burada Fəsli ilə Bürklü uşağı bilə-bilə verib. Hətta burada incə məqama da toxunur. Məsələn, Mirzə Məhəmməd Əli İranda oxuduğu üçün oradakı ruhanilər diz üstə əyləşməyə meyilli olurlar deyə bunlar diz üstə əyləşiblər. Və papaqlar da əslində oradakı ideologiyadan xəbər verir. Və əsər çox maraqlı əsərdir. İndi sonda biz ümumi təhlil hissəsində məsələn fəlsəfəsini qeyd edəcəm. Deməli, ayaq üstə duranlar isə bir neçə fəqir adamdır, qapının küncündə durublar. Baxın, fəqir adamlar da ümumiyyətlə ayaq üstə saxlayıblar. Zəhrabəyim ananı Gülbahar isə, yəni iclasın özündə iştirak eləməsələr də, onlar deməli pərdənin arxasında qalıb iclası seyr edirlər. Bax, bu məqam da önəmli məqamdır. Çünki Gülbahar axı deyilmişdi, oradakı gələn onun haqqındakı elçilərə nəzər salacaqdır. Deməli, Rüstəm bəy rus dilində danışarı iclası açıq elan edir. Millətpərəst obrazımız olan Mirzə Zeynal isə Rüstəm bəyə irad bildirir. Deyir ki, əgər biz bura müsəlman cəmiyyəti isə ana dilində danışırıqsa, niyə rus dilində danışırsınız? Və ana dilində danışmağın zəruri olduğunu deyir. Hətta bu Zeynal bəyin fikrini Mirzə Məhəmməd Əli dəstəkləyir. Yəni bu məqamı yadda saxlayın. İlk irad bildirən Mirzə Zeynaldır, dəstəkləyən Mirzə Məhəmməd Əlidir. Daha sonra isə burada bir nitq var, deyir ki, yəni bu müzakirə böyüyür. Təsəvvür edin ki, yəni cəmiyyətə xeyriyyə iclasıdır, cəmiyyətə xeyir üçün qərarlar verəcəksən. Cəmiyyətin burada müzakirə etdiyi məsələlərə fikir verin. Bu nitq isə bir şəxs ki, müsəlmanca bilmir, dəxi onun bu məclisə üzv olmağa nə haqqı var? Mirzə Baxşəliyə aiddir. Baxşəli də burada öz fikrini deyir. Yəni testə düşsə Mirzə Məhəmməd Əli götürmürük bunu. Baxşəlinin nitqidir. Zivər xanım da indi burada müzakirədə fikrini bildirir. O da deyir ki, Rusca bütün bunlar, o reaksiyaları ümumiyyətlə Rusca verir və deyir ki, yəni Rusca danışma normaldır. Kim hansı dildə bilir, o dildə danışsın. Yenə də cəmiyyət burada müxtəlif fikirlərin tərəfini tuturlar. Daha sonra isə iclasda danışılacaq 4 məsələ elan olunur. Deməli, bizim Cəmiyyət-i Xeyriyyə iclasımızda bu 4 məsələyə toxunulacaq. İl hesabının təsdiqi məsələsi, məktəb proqramı barəsində, azların ərzi hara, bir elmi ilahi dərsləri. İl hesabı nədir? Yəni il ərzində görülən işlər hansılardır, onlar müzakirə olunacaq. Məktəb proqramı dediyimiz kimi məktəb dərsinə verilən iradlardır. Azların ərzi halı, yəni cəmiyyətdəki az insanların haqqındadır. Elmi ilahidə ilahiyyat dərsləri haqqındadır. Gəlin bir-bir müzakirələrə baxaq, görək fikirlər necə bildirirlər. Birinci məsələni, yəni il hesabı məsələsini Rüstəm bəy, Aslan bəylə müzakirə edirlər, onu açırlar. Burada il ərzində maliyyə, vəsait məsələləri müzakirə olunur, xərclər müzakirə olunur. Amma dərd burasındadır ki, bunların nitqində o qədər rus sözü olur ki, heç kim hesini anlamır. Bir neçəsi gülür bu hala, bir neçəsi də əl çalmağa başlayırlar, bilmədən əl çalırlar ümumiyyətlə. Bu mövzu bağlanır bu formada, yəni yola verirlər bu məsələni. İkinci məsələ məktəb proqramı barəsindədir.
Deməli Rüstəm bəy deyir ki, bax indi diqqət yetirin. Təftiş komissiyası məktəb proqramına irad tutub. Deməli təftiş komissiyasını yadda saxlayın, testə düşür. Məktəb proqramına irad tutan təftiş komissiyasıdır. Və problem də burasındadır ki, məktəb proqramına diqqət olunmur. Dərslər süst keçirilir. İkinci sinifdə dərslər çətin başa düşülür. Yəni türk sözləri daha çoxdur, qəliz dərslərdir, anlamaq olmur. Ana dilindən də demək olar ki, istifadə olunmur orada. Hətta Hüseyn Şahidə bu barədə əvvəllər məlumat verilib. Yəni indi xəbəri yoxdur, məlumat verilib bu barədə. Deməli, burada Rüstəm bəy bu məsələn iradları bildirəndə alınma sözləri çox işlətdiyi üçün Mirzə Zeynal'la Mirzə Baxşəli onun nitqində səhv tutmağa başlayırlar. Çünki Rüstəm bəy danışanda daha sonra rus sözlərlə danışaq. Hüseyn Şahid daha sonra iradını bildirir ona edilən tənqid barəsində. Amma Hüseyn Şahid də dərd burasındadır ki, axı Hüseyn Şahid iradı bildirilmişdi. Hüseyn Şahid özü müdafiə edəndə o qədər öz nitqində türk sözlərindən, çətin qəliz sözlərdən istifadə edir ki, yəni cəmaət yenə də heç nə başa düşmür. Yəni məsələ burasındadır ki, bu məsələdə süst olur, örtbas olur, gedir. İndi burada məsələ nədir? Yadda saxlayaq. Burada məktəb proqramına təftiş komissiyası irad tutmuşdu və ikinci sinifdəki dərslər çətin başa düşülürdü. Üçüncü, elmi-ilahi dərsləri barəsində bəhs açılır. Yenə Rüstəm bəy deyir ki, bu səfər elmi-ilahi dərslərində uşaqların ataları şikayət ediblər. Bax, təftiş komissiyası məktəb proqramına şikayət edib. Elmi-ilahi dərsləri barəsində isə uşaqların ataları şikayət ediblər. Çünki Mirzə Məhəmmədəli ilə Mirzə Baxşəli 3-cü sinifdə oktyabr ayından başlayırlar xüsuf və küsuf dərslərinə. Xüsuf və küsuf ümumiyyətlə günəşin və ayın tutulması dərsləridir. Yəni çox lazımsız və uzun-uzadı keçirilən dərslərdir ki, bu şagirdlərə lazım da deyil ümumiyyətlə. 4 ayda davam eləyir və hələ də 6 ayda davam edəcək. Və burada Mirzə Baxşəli sözünü kəsir. Aslında burada da qeyd edir ki, məsələn bu belə deyil və s. Hələ məsələn 4 ayda bu xüsuf dərsi davam edir. Hələ 6 ayda bundan sonra o birisi davam eləyəcək. Ona da məsələn Rüstəm bəy sözünü yarımçıq kəsdiyi üçün qəzəblənir. Deyir ki, yəni bir də eləmədi, sözümü yarımçıq kəsmə. Daha sonra Mirzə Baxşəli başlayır özünü müdafiə eləməyə. Amma öncəki məqamlarda heç kim onların nitqinin heç nə başa düşmədiyi kimi Mirzə Baxşəlinin sözündən də heç kim heç nə başa düşmürlər. Deməli, burada məsələn Baxşəli dəstək olaraq Məhəmmədəli ilə danışmaq istəyəndə Teymur bəy iclası bağlayır. Ümumiyyətlə bu mövzuda burada bağlanır gedir. Sadəcə burada diqqətli olmalı olduğunuz məqam nədir? Uşaqların ataları elmi-ilahiyə irad bildirib, təftiş komissiyası isə məktəb proqramına irad bildiriblər. İndi bizim bir dənə mövzumuz qaldı. Bu da azların ərizəsi idi. Azların ərizə halı idi. İndi bu haqda müzakirəyə başlayırlar. Deməli, bu ərizə, azlar haqqında ərizə yazılıb. Ərizə isə kasıb Məşədi Cəfər Usta Mehdioğlu tərəfindən yazılıb. O, buradakı insanlardan kömək istəyir. Teymur bəy burada deyir ki, fonda olan pulları bura xərcləmək olmaz. Yəni, fondakı pul yığmışıq bunlara verəcək. Bu qalsın, daha vacib işlərə sərf edəcək. Nəticədə azların halına burada baxılmır. İndi burada Məşədi Cəfər Usta axıb azdı, vəziyyəti pisdir axı. Zivər xanımın ona yazığı gəlir, Məşədi Cəfərə biraz pul verir. Amma bu, Zivər xanımın mərhəmətli olmasını göstərmir. Çünki Zivər xanım əslində acıdığı üçün bu hərəkət edir. Həm də ola bilsin, gözünü göstərmək istəyir. Deməli, indi burada da Cəmiyyət-i Xeyriyyədə Qurban-gil gəlmişdi, Qəmbər-gil gəlmişdi bura. Onların əllərində də biraz şordan, pendirdən, yeməkdən var idi. Azlara onlar kömək edirlər və müəllif burada bizə başa salır ki, bu xalqın az təbəqəsini də başqa millətlərdən nəsə götürənlər yox, elə öz xalqın içindən olan çobanlar düşünür. Onlar yardım edirlər. Yəni necə deyirlər, xalqın dərdinə xalqdan olan yanır. Məsələn, burada Rüstəm öz aləmində, Məhəmmədəli öz aləmində, Səməd Vahid öz aləmində, başqa şeyləri fikirləşirlər, ümumiyyət iclas edirlər, heç kim də heç nə orada anlamır. Hətta Gülbaharı yuxu tutur orada, yəni Gülbahar görür namizədlər, öz dillərində danışmağı bilmirlər. Ona görə də bizim ikinci məclisimiz bu formada sonlanır, Cəmiyyət-i Xeyriyyə heç bir fayda vermir. İndi isə bizim üçüncü məclisimiz başlayır. Üçüncü məclisdə artıq biz yeni hadisələrin şahidi olacağıq. Deməli, burada Qəmbər bilirdik də, burada daha çox çobanlara, eyni zamanda təsərrüfata baxan adam idi. Gülbaharla Qəmbərin dialoqu ilə başlayır hadisələr. Deməli, Qəmbərgil axı bura mal həkiminə danışmaq üçün gəlmişdilər. Qəmbərgil deməli, mal həkimindən söz soruşmaq üçün Rüstəm bəy gözləyirlər otaqda. Və Qəmbər bu əsnada qoyunlara bağlı olduqları haqqında danışır. Orada deyir ki, məsələn, qoyunlardan biri öldükdə sanki bir doğmamız ölür. Yəni, biz orada çox kədərlənirik. Bu da onu göstərir ki, həqiqətən də bu xalqın bu təbəqəsi
Yəni xalqın bu vətənin torpağının hər şeyini dəyərli hesab edir. Hətta qoyunlar belə onlara o qədər bağlıdır ki, məsələn bir dənəsi olanda bu artıq Qəmbərgilə təsir edir. Ondan sonra Rüstəm bəy gəlir və Qəmbərə deyir ki, madem belə bir dərd var, mal həkimi bazarın başında, Karvansarayın yanında Hacı Qasımın evindədir. Qəmbərgilə yol göstər, Qəmbərgil gedirlər. Və bu iclasdan sonra indi Mirzə Məhəmmədəli Hamballa gəlir, kitabları yığıb aparsın, məscidə aparmaq istəyir kitablarını, özü də ayrılmaq istəyir buradan. Zəhrabəyim ana bunu öyrənəndə çox narahat olur. Çünki Zəhrabəyim ananın hədəfi, məqsədi oğlanlarını bir yerdə tutmaqdır. Amma burada Məhəmmədəlinin getməsi təbii ki, anaya təsir edəcək, ona yalvarır ki, getməsin. Bu əsnada Səməd Vahid də gəlir, o da Hamballa gəlir, deməli bu da ayrılmaq istəyir. Və Zəhrabəyim ana alt üst olur, çünki qardaşların ayrılmağı ona həqiqətən də pis təsir edir. Və həmin əsnada senzor bir polis məmuru və 2 polis fərraşı ilə onların evinə gəlir, nəzarət eləmək üçün də, yəni dövlət tərəfindən göndəriliblər. 4 nəfər gəlirlər ki, yoxlasınlar onları. Senzorun gəlmə səbəbi nədir? Burada çox diqqətli olaq, çünki testdə buradan hədsiz dərəcədə çoxlu suallar düşür. Deməli, hökumətə qardaşları sevməyən, yəni qardaşların ədavəti olan şəxslər yalan məlumat veriblər. Yəni qardaşlardan məlumat ötürülüb ki, güya bu 3 qardaş müstəqil Azərbaycan Respublikası qurmaq istəyirlər, yəni Azərbaycan yaratmaq istəyirlər. Və burada senzorun nitqində nələr var? Güya ki onlar, məsələn Rusiya müsəlmanlarını Türkiyəyə birləşdirib İttihad-ı Müslimin cəmiyyətində iştirak eləmək istəyirlər. Hətta Azərbaycanda əmələ gələn Hübbi Vətən və Ədəm Mərkəziyyət firqəsinin amalı uğrunda çalışırlar. Və qardaşlar yuxuda olan, yəni illər ərzində yuxuda olan xalqa görə oyadıb müstəqillik qurmaq üçün elmi yazılar yazırlar və buna görə də bu yazılar söhbətinə görə bunların kitablarını yoxlamaq üçün senzor gəlir. Deməli, qardaşların kitabları araşdırılır, hər birinin kitabına bir-bir baxırlar. Rüstəm bəyin kitabına baxanda görürlər ki, ancaq lüğət kitablarıdır. Məsələn, Mirzə Məhəmmədəlinin kitablarında məsələn, Küsuf kitablarında başqa bir şey tapa bilmirlər. Səmədin kitabını araşdıran görürlər ki, ancaq şeir var. Senzor baxır vəziyyətə, məsələn, deyir ki, yaxşıdır, belədir vəziyyət, mənim ağlıma sınaqlı bəzi fikirlər var, amma onlar mənə qalsın. Amma siz dövlətə tamamilə zərərsiz insanlarsınız. Əslində, burada çox dərin bir rişxənd var, ora toxunacaq. Bunlar gedəndən sonra Rüstəm bəy özlərinə gülməyə başlayır. Deyir ki, qəhqəh çəkib gülür üstə. Deyir ki, cəmaət fikirləşir ki, məsələn, Əbdüləzizin oğlanların üçü də təhsil alıb, ciddi işlərlə məşğuldur. Lakin bizim gördüyümüz işlərə baxdı, lazımsız şeylərlə məşğuldur. Məsələn, biri Küsuf yazır, biri şeir yazır. Mən özüm də bilmirəm ümumiyyətlə nəticəyəm, belə deyir. Məhəmmədəli orada bir dənə başlayır mütəvatir hədis deməyə. Deyir ki, məsələn, gülmək şeytan işidir. Və onlar burada başlayır dalaşmağa, sporlaşırlar. Onlar dalaşanda Zəhrabəyim ana onları ayırmaq istəyir. Onu da itəliyib ona sən də cəhənnəm ol başımdan deyirlər. Ana da yıxılır yerə və özündən gedir. Həmin ərəfədə otaqda olan şəxslərimiz Zivər, Gülbahar və Qəmbərgildir. İndi burada məsələ nədir, əziz şagirdlər və müdavimlər? Burada məsələ budur ki, müəllif bu hissəni və senzorun yoxlamasını boşu-boşuna əsərə salmayıb. Yəni, burada əslində ciddi bir rişxənd var. Əslində, qardaşın etməli olduğu şey zaten bu olmalıydı. Müstəqil Azərbaycan uğrunda çalışmaq. Amma qardaşlar o qədər uzaq düşüblər ki, bu prosesdən, o qədər uzaq düşüblər ki, boş-boş işlərlə məşğuldurlar, boş-boş fəlsəfi düşüncələrin ardınca gedirlər və bu da onları bir-birindən yad və düşmən edilir. Yəni, senzor gəlib özü də baxır ki, görür, məsələn, yox, bunlar hara, müstəqil Azərbaycan qurmaq hara. Yəni, bundan sonra əsərin 4-cü məclisi başlayır. Zəhrabəyim ananın itələdikləri üçün, belə hallar baş verdiyi üçün bu hissədə Zəhrabəyim ana uzanıb halı pisdir. Deməli, bir qardaşlar da növbə ilə gəlib anadan indi üzrxahlıq eləmək istəyirlər. Birinci Rüstəm gəlir və anaya deyir ki, ana, nə qədər ki, üzr istəyirəm, belə hallar istəməzdim olsun. Sonra başlayır ananı bişirməyə çalışır ki, indi ürəyini ələ alsın və həqiqətləri desin. Deyir ki, ana, bizi ayıran şey əslində bu kitablar və düşüncə tərzlərimizdir. Və bu kitablar olduğu müddətcə bizim birləşməyimiz mümkün deyil. Yəni, burada müəllif kitab deyil, ideologiyanı nəzərdə tutulur. Yəni, biz ki, bu ayrı-ayrı millətin ideologiyasındayıq, biz birləşə bilməyəcəyik. Sonra çıxıb gedir. Sonra Mirzə Məhəmmədəli gəlir, yenə də eyni şeydir. Yəni, bu kitabların fərqli olduğu və buna görə də birləşə bilməyəcəklərini vurğulayır. Və çıxanda da Gülbahara deyir ki, hambal göndərəcəyəm, gələndə kitablarımı, sandığımı, yatağımı verərsən hambala. O da gedir. Sonra, məsələn, Səməd gəlir. Səməd də gəlib anaya eyni şeyləri deyir və Gülbahar deyir ki, hambal gələndə kitabları hambala verərsən, gətirsin. Və məsələ də burasındadır ki, bu üçü də anaya həqiqətləri etiraf edəndə özlərini günahkar bilmirlər. Digər qardaşları günahkar bilirlər, fikirləşirlər ki, onlar boş-boş işlərlə məşğuldurlar.
Bu ananın da təbii ki, halı pisləşir burada və özündən gedir, dərin ah çəkir. Qəmbər Qurban zaman cəld gəlirlər bura. Gülbahar da Qəmbərə deyir ki, ananın keyfini açsın. Qəmbər burada başlayır qoyunlardan danışmağa. Məsələn, qoyunların qızlar bulağı tərəfi bir dəfə deyir getmişdik. Məsələn, zaman deyir ki, bir tütək salaram, qoyunlar oradan qayıdacaqlar. Biz də gördük ki, həqiqətən də salonda qoyunlar qayıdırlar. Sonra burada zaman başlayır tütək salmağa, çoban bayatçısını çalır. Və Qəmbər də şeir oxuyur. Bax, o şeir məsələsi də testə düşüb. Yəni, orada bənd formasında şeirlərimiz var. Və bunlar bu şeiri oxuyanda Məhəmməd Əlinin hambalı gəlir. Artıq hambal gəlirsə deməli necə olacaq vəziyyət? Daha da gərginləşəcək. Gülbahar hambalı geri göndərir. Deməli, həmin əsnada vəziyyət həyəcanlıdır. Artıq əsərin kulminasiya hissəsi biz bura deyə bilərik. Çünki ən həyəcanlı yerdir. Ananın halı pisdir, hamballar gəlirlər, kitabları aparsınlar. Ana da bayaqdan qardaşları həmişə yaxınlaşanda əlində bir bayazı olur, balaca kitabdır. Əsərin adı da zaten anamın kitabıdır. Burada çox diqqətli olmalıyıq. Həmin bayazda Əbdüləziz kişinin vəsiyyəti var. Ana indi bu ərəfədə artıq kitabı Gülbahara verir. Qardaşları məsələn problem yaradanda ayrılmaq istəyəndə Gülbahar bu atasının yazdığı vəsiyyəti oxusun. Və atası da ölməmişdən 2 gün qabaq bu vəsiyyət yazıb. İndi bu həmin ərəfədə Səmədin hambalı gəlir. Gülbahar onu da göndərməyə çalışır. Rüstəm girir içəri. Görür ki, Qəmbərgil hələ də buradadır. Rüstəm də bu problemi bayaq məsələn dalaşmamışdı Məhəmməd Əli ilə. Qəzəblənir Qəmbəri görəndə deyir ki, rədd ol, get. Yəni onu qovur evdən. Və Gülbahar artıq başlayır burada ən dərin addımı atmağa. Gülbahar bilir ki, qardaşları bir-birindən ayıran şey kitablardır. Ona görə o kitabları yığıb atır həyətə, bir-bir cırır. Cıranda da kitab adlarını çəkir, bu xüsuf, bu küsuf, bu lüğət və s. Hamısını atır həyətə. Rüstəmin, Səmmədin və Məhəmməd Əlinin kitablarını. Daha onların üstünə nöğüt töküb başlayır kitabları yandırmağa. Həmin ərəfədə də qardaşlar gəlirlər, görürlər ki, kitabları bir-bir yanır. Və başlayır Gülbahar atasının yazdığı məktubu, vəsiyyəti oxumağa. Məktubda nədən danışılır? Deməli, bir-bir Əbdüləziz kişi övladlarının doğulması haqqında məlumat verir. Hicri tarixi ilə həmin məlumatlar qeyd olunur. 3 oğlunun doğulması ardıcıllığına, daha sonra Gülbaharın doğulması haqqında məlumat verir. Və məlumat verəndən sonra da vəsiyyətində qeyd edir ki, ana günəşə, övladlar isə səma cisimlərinə bənzəyir. Və necə ki, orada bir səma cismi öz qövsündən ayrılsa, bütün o nizam pozulacaq. Övladlar da elədir. Onlar da analarından ayrılsalar, başlarına iş gələcək, peşman olacaqlar. Yəni, Əbdüləzizin kişinin vəsiyyətinə görə övladlar analarına ayrı düşməməlidirlər. Amma hazırki vəziyyətdə övladlar dinləməksə, hər biri ayrılmaq istəyirlər. Deməli, Gülbahar məktubu bitirəndən sonra ana özündən gedir, ümumiyyətlə vəfat edir. Və Gülbahar məktubu oxuyandan sonra pəncərə qabağında oturur. Dizlərini qucaqlayır, çölə baxır. Ana vəfat edəndən sonra Mirzə Məhəmməd Əli anasının öldüyünü görüb, başında Fatihə surəsini oxumağa. Digərləri qardaşlar da yığışıblar, Zivər xanım filan da yığışıblar ora. Hələ Məhəmməd Əli surəni oxuması ilə, bitirməsi ilə əsərimiz tamamlanır. Bu əsər ümumiyyətlə Gülbaharın dramıdır. Gülbaharın dramıdır. Ananın faciəsidir. Və qardaşların da komediyasıdır. Niyə? Çünki Gülbahar əsərdə sonda sağ qalır və əsas ideya Gülbaharın vasitəsilə çatdırılır. Ana öldüyü üçün bu əslində ana üçün bir faciədir. Qardaşların da hərəkətləri oxucuda qardaşlara qarşı gülüş doğurur və satirik gülüşdür. Və buna görə də bu əsərimiz tragikomediya adlandırılır. Və burada bir şey yadda saxlayaq. Əslində ana burada, məsələn siz sual verə bilərsiniz də müəllim. Yəni qardaşların ayrı evdə yaşaması, ayrı getməsi niyə bu qədər pisdir? Yaxın müasir dövrdə bu elə də pis hesab edilmir. Çünki bu əsərimiz ümumiyyətlə simvolik əsərdir. Burada ana obrazımız vətəni təmsil edir. Və əslində qardaşların ki, hər biri ayrı ideologiyalara mənsub idilər. Biri İranpərəst, biri türkpərəst, biri ruspərəst idi. O da Azərbaycan xalqını təmsil edir. Yəni həmin dövrdə xalqın bir hissəsi Rusiyaya, bir hissəsi İrana, bir hissəsi Türkiyəyə mədəniyyətə meyllənmişdi. Və müəllif də bu vasitəni onları tənqid eləməyə çalışırdı, xalqı tənqid eləməyə çalışırdı ki, çünki nə qədər ki bu xalq ayrı-ayrı ideologiyalar, ayrı-ayrı dövlətlərin düşüncə tərzini mənimsəyəcək, birləşə bilməyəcəklər. Və bunların birləşməsi üçün nə lazımdır? Bunların mənsub olduğu ideologiyaların yox olması lazımdır. Bunlar təmizlənməlidirlər. Təmizlənməlidirlər ki, eyni amal uğrunda, vətən uğrunda mübarizə aparmağa başlasınlar.
Və burada Gülbahar əsl xalis Azərbaycan qızını təmsil edir. Qəmbərdir, Qurbandır, Zamandır, bunlar Azərbaycan xalqını təmsil edir. Necə ki, o işdən gələn o vətəndaşlıq borcunu bunlar özlərində daşıyırlar. Yəni, əsərimizdə əslində insanlar iki qrupa bölünür. Biri xalis vətənpərvər insanlar, biri də ki, vətəndən düşüncə olaraq uzaq düşmüş insanlar. Və əsərimiz də bu formada sonlanır. Burada izah zamanı yadda saxlayaq, hadisələr eyni yerdə baş vermir. Yəni, məsələn, hamısı bir evdə baş vermir. Əsərimizin ümumiyyətlə orijinalına baxsaq, görərik ki, müxtəlif yerlərdə hadisələr baş verir. İkinci məqam nədən ibarətdir? Burada kimin hansı nitqi deməsi, kimin hansı fikirdə olması, ümumiyyətlə senzorun gəlmə səbəbi, kitabların yoxlanılma səbəbi, cəmiyyəti xeyriyyədə nələrin müzakirə olunması, daha sonra qardaşların o xarakteri xüsusiyyətləri, bunlara çox diqqət yetirmək lazımdır. Çünki bunlar testlərə hədsiz dərəcədə çox düşür. Belə, ümid edirəm ki, videonun sizə faydası olar, amma yenə də məsləhət görürəm ki, bu qısa qeydlər formasındadır. Siz gedib əsəri özünüz də oxuyasınız, sonra bu videonu yenə izləyəsiniz. Elə olsa, yəni testləri partladarsınız. Videonu bəyənməyi, kanala abunə olmağı yaddan çıxarmayın. Növbəti çəkilişlərdə görüşənədək hələlik. Özünüzə yaxşı baxın.